Bu maşının at gücü 409'dur, sərfiyyatı isə 6 litr benzin. 6 litr benzin içir bax bu maşın. 409 at gücü 4 çəkən və əlbəttə ki hibrid. 7 dənə də sürüş rejimi var. 7 dənə sürüş rejimi. Bu günləri ölkədə ən çox axtarılan maşındır. BJ30 səma rəngində var. Qarasını göstərməmişdim sizə. O da var və əlbəttə ki bir dənə də boz mat rəngdə. BJ30 bir dənə uçmur, bir də üzmür. Yəni suda, bir də havada. Başqa harada istəsəz bu maşını sürə bilərsiniz rahatlıqla. Qumda, cınqılda, palçıqda, nə bilim sport rejimdə, eko rejimdə, nə bilim hara istəyirsiniz dırmaşın, hardan istəyirsiniz düşün. Bu maşını siz aşırıda da bilməzsiniz. Bugün bazarda, Azərbaycan bazarında ən geniş SUV-ni göstərirəm sizə. Bundan geniş və bu qiyməti olan maşın yoxdur Azərbaycanda. Hətta mən deyərdim ki, Çində də yoxdur. Çünki axtarsaq, bir axtarışa çıxsaq, araşdırsaq, yoxdur. Belə qiymətə, belə SUV ala bilməzsiniz. Bu imkanlarda, bu genişlikdə, bu funksionallıqda 409 at gücü, 7 sürüş modu, hibrid, zamanın maşını, zamanın və 1 saat ərzində, cəmi 1 saat ərzində bu maşını sənədləşdirib apara bilərsiniz. Hardan? Əlbəttə ki, Performans Center'dən. Hər rəngdə də var. Bayaqları da sizə göstərdim. Bax, hazırda səma rəngində olanında oturmuşam. Yanımda qaradır və o tərəfdə də boz mat. Yəni zövqünüzə uyğun. Avropa maşınlarının, Amerika maşınlarının nəyindən əski idi BJ30? Heç nəyindən əski deyil. İnanın ki, hətta deyərdim ki, elə onlarla bax bir səmtdədir. Hətta bir balaca da onu üstün saya bilərik. BJ30 bütün imkanlarla qarşınızda. Amma qara rəngi özü deyil. Ehtiyat hissələri və ustaları hamısı buradadır. Nəsə olsa gələ bilərsiniz. Zəmanət də 5 il və yaxud da 120 min kilometr. Bike'ın Azərbaycandakı rəsmi distributoru Performans Center'ın əlaqə nömrəsi 1633. Qısa nömrə.